Mən Qusar şəhər 4 salı tam orta məktəbin 7D sinif şagirdi Ağamizayev Emil. Bugün mən sizə Kərvan əsəri haqqında məlumat verəcəm. Kərvan əsəri William Haup tərəfindən yazılmış bir nağıl və ya hekayədir. Bu əsər oxuyucuya həm fantastik bir dünya təqdim edir, həm də dərin mənaları doldur. Əsərin əsas mövzusu xəyal gücü, şəxsi seçimlər və daxili mübarizə üzərində cəmləşir. Əsərin əsas məzmunu belədir. Kərvan müxtəlif insanlar və varlıqların yaşadığı bir yoldur. Hekayə boyunca qəhrəmanlar fərqli sınaqlardan keçir, amma əsas məsələ onların həyat yolunda etdikləri seçimlərdir. Bu seçimlər onların gələcəkdə taleyini müəyyən edir. Kərvanın özündə daşıdığı mənalar isə çox müxtəlifdir. Bir tərəfdən bu səyahət macera əsəridir, bir tərəfdən də bu həyatın özüdür. Nəticə olaraq Haufun Kərvan əsəri həyat yolunda qarşılaşılan seçimlərin əhəmiyyətini və insanın öz daxili mübarizəsini təhlil edən bir hekayədir. Hər bir fərdin həyatı özünə məxsusdur və Kərvanın hər bir üzvü müxtəlif cəhətdən həyatın sirlərini kəşf etməyə çalışır. Mən bu kitabı oxuyub bitirdim. Növbəti kitab macəralarında görüşənədək.